Herkese salam dostlar. Mən Zəhra. Vloguma xoş gəlmisiniz. Xoş izləmələr. Tam. Deməli üzümə buz qoymaq üçün, yəni üzümü buzlu suya qoymaq üçün buz götürəcəm. Deməli bu buzları atana qədər sizdən bu buzlu suyun mənfi və müsbət cəhətlərini danışım. İlk öncə mənim 15 yaşım var. Bilirəm çox tezdir bunun kimi buzlu su falan çox tezdir həqiqətən. 15-16 yaşında 15-dən aşağı yaşlılar etməsin bunu. Məsləhət görmürəm. Bunun və faydalı, yəni müsbət və mənfi cəhətlərindən danışım sizə. Müsbət tərəfləri səhər şişkinliyini və göz altlarının torbalarını sürətlə azaldır həqiqətən. Gözünüzün altında qaraltı varsa onu azaltır və yuxunu qaçırır, insana gümrahlıq verir. Və bunu məsələn bu suyu necə deyim sizə? 10-15 saniyədə bir salıb çıxartmalısınız üzünüzü belə bu suya saldıqda. Başa sala bilmirəm. Niyə belə oldum? Dərini necə deyim? Dərini həddindən artıq qurudur və qıcıqlandırır, mənfi tərəflərini deyim. Üzdəki incə qılca damarların çatlamasına səbəb olur. Yol açır yəni. Gözünüzdə sızanaqlar varsa, müalicə etmir. Bunu həqiqətən müalicə falan etmir. Onu deyim ki, yəni bunu sadəcə üzünüzün şişkinliyini və sizi yuxudan oyandırmaq üçün edə bilərsiniz. Amma necə deyim, sızanaqlar üçün əsla məsləhət görmürəm də. Yəni onun üçün edəcəksinizsə etməyin. Gözaltı torbalarınız üçün çox faydalı olacaq. Çox başa sala bilmədim. Özürlü sayın. Həyəcanlıyam deyə belə sizə məsləhət verirəm deyə. Biraz kurs haqqında danışım. Kursdakı müəllimlər çox yaxşıdır, çox bəyəndim. Amma ki, necə deyim, mən oranı qavraya bilməyəcəm. Özümdə o potensial görmədim. Çünki nə bilim, çox uşaq var. Bəyənmədim qısacası. Əgər ki, siz də mənim kimi belə necə deyim, mən fərdi hazırlıqlar xoşuma gəlir, kiçik qruplar. Mən belə kurslarda hazırlaşa bilmərəm. İlkin ödəniş etmişik deyə bilmirəm, çıxa bilərəm, çıxa bilmərəm. Siz kursa getmişsiniz, yoxsa hazırlığa? Dostlar, evə gəldim. Və anamla məsləhətləşdim biraz. İndi qonaq var deyə tam məsləhətləşə bilmədik. O qonaqlar getsin, sonra daha yaxşı məsləhətləşəcəyik. Anama dedim. Anam dedi ki, istəyirsən 5 fəndən eləyək, elə ayırdıcıl bütün fənləri keç. Çünki bu 3 fəndən olduqda dediyim kimi, birinci dərs tarix idi. Tarixdə girmədim dərsə, çünki tarixdən nifrət edirəm. İkinci dərs Azərbaycan dil mətni idi. Azərbaycan dilindən qaydalar və mətn ayrı keçilir. Bu mənim üçün çox başqalaşdırıcı idi. Mətndən müəllim sıfırdan başlamadı. Elə dedi ki, evə bunu götürün falan dedi. Mən bunu sevmədim, çünki bizə də deyərdi ki, məsələn, mətn haqqında bir şeylər öyrənin, sonra siz də davam edərsiniz mətndən. Mən üçün mətn haqqında giriş hissə falan çox elə şeylərdə karxıram. Mətndən yaxşı yazsam da çox vaxt yenə də karxıram elə şeylərdə, giriş hissə, nəticə falan, onlarda çox karxıram. Riyaziyyat müəllimi isə dediyim kimi, dedimmi demədimmi xatırlamıram yolda. Dedi ki, siz keçmiş qaydada qalmısınız falan. İçimdə dedim ki, yolda gələ-gələ də fikirləşə dedim ki, riyaziyyat necə də dəyişə bilər? Neçə illərdir eyni qaydadır. Necə dəyişə bilər? Azərbaycan dilini başa düşdük, ingilis dilini başa düşdük, amma dediyim kimi riyaziyyat necə dəyişə bilər? Riyaziyyat hər il eyni qalmır da, neçə illərdir eyni qalır da. Müəllim dedi, siz keçmiş qaydada qalmısınız. Bu kitabın müqayisəsi. Kitabım falan da yox idi da, yəni ilk günü idi. Məncə pis keçdi, dəhşət pis. Sizcə gedim getməyim? Baxın, yenə danışıram, eyni şeyləri təkrar edirəm. Sizcə gedim getməyim? Bu yenə deyirəm, 9-un imtahanı vermiş, buraxılış imtahanı vermiş insanlar mənə məsləhət versin. Yaxınlarınız falan veribsə mənə nə olar? Xahiş edirəm, məsləhət verin. Çünki dediyim kimi çox stressliyəm və həyəcanlıyam. Nə etdiyimi özüm də bilmirəm. Yanlış mı edirəm, düz mü edirəm?
Dərs proqramım düzgündür, amma bu dediyim kimi kursa mı gedim, hazırlığa mı gedim? Mən hazırlıq öyrəşmişəm, onun üçün deyirəm hazırlığa gedim, amanım. Nə bilim. Vlog buraya qədər idi. Fikirlərinizi rəylərdə bildirməyi unutmayın. Hələlik.